Nə qədər qardaşlarımız var, biz onları dəfələrlə deyik ki, qardaş, vallahi gözəl danışıq, yalanla danışıq, allatmasın. Danışıq, gözəl danışıq, sehrin növlərindən bir növdür. Çıxır Abu Hanzala. Nə qədər qardaşlar var, bəzən görürsən ki, qoyurlar öz telefonlarında. Qardaş, xavaricdir. Həmin dediyimiz sifətlərin hamısı onda var. Və insanları xavaricliyə, təkfirçiliyə yönəldən bir adamdır. Xarab fikirli bir adamdır. Qulaq asmaq olmaz. Bidət əhlidir, zəlalət əhlidir. Ölkəmizdə də var, nə qədərləri var elənçinə. Uzaq durmaq lazımdır, ehtiyatlı olmaq lazımdır. Və bunu yaymaq lazımdır insanların içində. Bəziləri qorxur, deyir ki, qeybət oları. Qardaş, zəlalət əhli haqqında danışmaq ibadətdir. Nə qeybət? Qeybət bilinən bir şeydir. Qeybət qardaşının dalıcan danışmaq olmaz o olmadığı halda. Qeybət budur. Nə qədər hədislər qeybət aydındır. Amma zəlalət əhli haqqında, bidət əhli haqqında danışmaq lazımdır. Bu ibadətdir. İmam Əhməd necə? Yəhya ibn Mə'in, hamısı, bütün böyük alimlər hamısı danışıblar. Ki bu filan kəsdir, bu filan kəsdir, bu bidət əhlidir, bu filan adı ilə deyiblər qardaşlar. Və bu məsələ çox ciddi məsələlərdən biridir. Allah şeyxə rəhmət eləsin. Allah Taala bizim üçün faydalı eləsin onun elmin. Gör necə qeyd edilib, hamısının mərhəli ilə, sıra ilə gəldi başçıya, müsəlman başçıya itaət və təkfir məsələsi. Qiblə əhlin küfürdə ittiham eləmək. Və bu xavariclərin sifətləridir qardaşlar. Allah Taala bizə eşitdi faydalardan eləsin. Allah Taala bizi bu xarab zəlalətlərdən qorusun.